Hər vaxtınız xeyir. Marketing Talks-un daha bir buraxılışı ilə yenidən qarşınızdayıq. İkili söhbətlərə davam etməyə, hətta ikili söhbətlər aparmağa davam edirik deyək. Səhər saat 9-dan çəkilişə gəlmişik, ancaq söz danışa bilirəm. Olsun, əsas odur siz izləyin, bəyənin, şərh yazın. Son iki buraxılışla bağlı da çox yaxşı geri dönüşlər aldım. Çünki belə başa düşdüm ki, insanlar da mövzularla bağlı acdılar, öyrənməyə acdılar və daha çox məsələnin üzərində dayanmağa, fokuslanmağa daha çox bəyəndilər. Sadəcə bir dənə ricam olacaq. Mən fikir verdim ki, insanlar daha çox şərhi ya mənim özümə, bilmirəm indi sizin özünüzə şəxsi yazırlar yoxsa yox və yaxud da başqa platformada paylaşanda orada şərh yazırlar. Bunu mümkündürsə elə YouTube kanalının altında yazın ki, bilirsiniz necədir? Əsas odur ki, biz onu orada görəndə, sizin dəstəyinizi görəndə biz də çox şad oluruq və bax şənbə günü səhər tezdəndən biz gəlmişik çəkilişə. Bu əbəs yerə olmamış olur. Yəni ən azından biraz motivasiya olmuş oluruq. Bilirəm, biz niş sahədəyik. Biz milyonlara xitab etmirik, amma niyə də yox? İzləyəsiniz elə o niş sahənin özündə kiməsə faydamız olacaqsa nə gözəl. Amma eyni şəkildə qarşılıq olaraq sizdən də bəyənmə, şərh, paylaşma gözləyirəm. Yaxşı heç bəyənməyin, amma ən azından paylaşın heç olmasa ki, kimlərəsə də çatmış olsun. Səhər-səhər biraz şikayət etmiş oldum, amma olsun. Necəsiz mənim? Yaxşıyam, çox sağ olun. Haqsızam müəllim. Tam haqlısınız. Əslində belə dediyiniz qaydada fərqli platformalarda paylaşanda ya mən, ya siz altına şərhlər yazırlar, fikir bildirirlər. Bunu da təbii ki təşəkkürlər. Eynən. Çox sağ olsunlar, amma YouTube kanalında bir fikir bildirəndə istər-istəməz bu bir qarşılıqlı prosesə çevrilir, bir interaksiya olur və biz elə öz kanalımızın üzərində də sualları cavablandırmaq, fikirləri almaq, rəyləri almağa daha üstün tuturuq. Yəni qeydiniz yerindədir, razıyam tam. Amma əlbəttə ki, YouTube-da bizim videoların altında şərh yazanları da unutmuruq. Hər buraxılışı yayımlanan kimi dərhal onların şərhini görürəm. Sizə də xüsusilə təşəkkür edirəm. Çox sağ olun. Bu arada sizə maraqlı bir məlumat da verim. İnşallah yaxın zamanda Marketing Talks-un daha bir canlı görüşünü etmiş olacaq və şəxsən bu şərh yazanların hər birini ayrı-ayrılıqda dəvət edirəm ki, gəlin birlikdə maraqlı bir canlı görüş keçirdək, elə podkastımızda canlı-canlı çəkək. Bununla bağlı yeniliklərimiz olacaq və sizə məlumat verəcəyik. Mən istəyirəm bizim təzə mövzumuza keçmədən əvvəl elə bizim axırıncı buraxılışımız olan marketinq auditlə bağlı maraqlı bir fikir səsləndirilmişdi. Bunu elə ona görə elə dedim dərhal ki, digər bir platformada. Mən LinkedIn hesabımda paylaşmışdım auditlə bağlı olan bizim buraxılışımızı və Vüqar bəy xatırlayırsınızsa bir zamanlar bizim tərəfdaşımız idi. Bəli, eyniliyindən çox maraqlı bir şərh yazıb. İstəyirəm o şərhi elə buradan cavablayaq. Çünki mən fikirləşdim ki, orada şərh olaraq yaza bilərəm, amma insan baxıb, zəhmət çəkib, fikrini bildirib. Ona görə də elə düşünürəm buradan ona həm təşəkkür edirəm, həm də ki, şərhini səsləndirim. Çox maraqlı idi. Düşünürəm buna bir cavabımız olacaq 100%. Vüqar Bağırlı deyir ki, marketinqdə auditlə bağlı çox yerində maraqlı bir müzakirə olub. Xüsusilə business check-up analogiyası əla idi. Sadə, amma dəqiq. Bir şey əlavə etmək istəyirəm. Adətən praktikada ən çox ilişib qalınan nöqtə budur ki, auditin nəticəsi sahibkara aydın olmur. Məncə çox yerində bir yaxşı bir məqam idi. Buna görə də tətbiq olunmur və faydasız qalır. Bu məsələdə razı deyiləm. Faydasız qalır söhbətində. Sahibkara ancaq problem budur demək kifayət eləmir. O problem sahibkarın öz dili ilə, öz riskləri ilə üzərində izah edilməlidir. Əks halda ən yaxşı audit belə öz məqsədinə çatmış sayılmır. Necə deyərlər? Insight-ın dəyəri onun qəbul edilməsindən asılıdır. Buna görə də biz öz layihələrimizdə buna ayrıca mərhələ kimi nəzərə alırıq. Çox qəşəng vurğulamışdı əslində. Nöqtə atış eləyib, məsələnin ürəyindən vurub əslində. Əslində bugün də biz bir mövzu ilə bağlı danışacağıq. Bəli. Vüqar bəyin qeyd elədiyi məqam demək həmin xidmətin bir özəyində duran ya formatında duran bir problem deyil. Əslində o xidməti icra eləyən tərəfin biznes dilində nə qədər sadə danışa bilməsi məqamı ilə bağlıdır. Məsələn, marketing audit olsun ya başqa bir audit olsun, o auditi icra eləyən tərəf nə qədər onu strukturlaşdıra bilir, sistemli şəkildə təqdim eləyə bilir və biznes dilinə çevirə bilir. Bu böyük bir önəm daşıyan, kəsb eləyən məsələdir. Əks halda, yəni bəy tam doğru qeyd eləyir. Mən bəzən deyirəm ki, bir neçə cür, daha doğrusu
Hətta təcrübəmdə 2 növ ekspertə rast gəlmişəm, ya və ya konsultanta rast gəlmişəm. Biriləri prezentasiya hazırlayır, təqdimat hazırlayır, digərləri isə biznesə icra istiqaməti verir. Yəni təqdimat hazırlayanlar təbii ki, nəyi nəzərdə tuturam? Təqdimat məlumatla doludur, çox gözəl, maraqlı şəkillər, dizayn, nə bilim, qrafika falan istifadə edir, amma təqdimatı A-dan Z-ə oxuyursan, amma bir nəticə çıxarda bilmirsən. Aha. Tələsməyin bura hissəyə hələ keçməyə. Mən əlbəttə ki, bizim mövzumuz keçən həftədən artıq bəyan etmişdik ki, hansı mövzu üzərində danışacağıq. Amma mən istəyirəm bizim buraxılışa başlamadan əvvəl elə bax bu gün də bizi izləmə səbəbkarı olan Oba Marketlər şəbəkəsinə təşəkkür edeyim. Çünki yenə də onların sayəsində bu verilişi də ərsəyə gətirə bildik. Mən özüm bilərəkdən bu sözü vurğulayıram. Çünki biləsiniz ki, dəstəksiz bu tip podkastları hazırlamaq çox çətindir. Yəni ya gərək öz resurslarımız olsun, gedim özümə studiya açım, Vüsalı daimi işçiyim, əməkdaşım eləyim. Amma bu da mümkün deyil. Vüsal heç daimi əməkdaş olmaz. Yəni bu kimi şeylərə resurslar lazım olur. Ona görə də Oba Marketlər şəbəkəsinə təşəkkür edirəm ki, bizim buraxılışın, bizim podkastın dəyərini anlayır və necə deyərlər, dəstək olur. Oba Marketlər şəbəkəsinə məhz məhsullara görə, Aləmşah çayına görə və suya görə hər gün sularına görə təşəkkür edirəm. Məhz hər gün sularını və Aləmşah çayını elə Oba Marketlər şəbəkəsindən əldə edə bilərsiniz. Bu arada Oba Marketlər şəbəkəsinin yəqin ki, artıq hamıya bəyan olubdur ki, yeni mobil əlavəsi var. Artıq yeni demək də olmaz, amma əgər xəbəri olmayanlar varsa mütləq yükləsinlər. Çünki mütəmadi olaraq kampaniyalar, mütəmadi olaraq endirimlər, hansısa bir şəkildə sizin sərfəli alış-veriş edə biləcəyiniz aksiyalar keçirilir. Ona görə də yeniliklərdən mütəmadi xəbərdar ola bilərsiniz. Oba da ki, elimizdə, obamızda hər yerdə var. Bütün qonşuluqda olan hər yerdə var. Rahat əl çatandır. Ona görə də bu da heç bir çətin məsələ deyil ki, kampaniya olan kimi dərhal oraya özünüzü yetirəsiniz. Təşəkkür edirik onlara da. Elə isə başlayaq. Təşəkkürlər. Çox maraqlı bir məqam vurğuladınız əslində. Elə yaxşı oldu ki, bu şərh də bizi biraz yönləndirdi. Vüqar bəyin sözünə qüvvət. Bəzən sahibkar üçün bu biraz anlaşılmaz bir dildə olur. İndi burada yaxşı bir maraqlı bir məqam var ki, bu marketinq konsultantının özündənmi asılıdır? Çünki mən də bu həftə ərzində bəzi görüşlər keçirdəndə birinci elə onu dedilər ki, bu format çox yaxşıdır, çox yaxşı müzakirə etmisiniz və mən onların şəxsi fikrini soruşanda dedilər ki, əsas auditlə bağlı çox maraqlı idi, danışdınız. Sahibkara bu çox qaranlıq qalır, onlar başa düşmürlər. Və həmin anda mənim o necə deyirlər, beynimdə belə bir sual yaranır ki, yaxşı, başa düşmürlər deyirik. Birincisi bu hamıya şamil edilmir. Çox gözəl başa düşənlər var. Hətta səndən orada göstərdiyin hələ heç özün danışmağa cəhd etməmiş mənzərəni görən kimi özü başlayır danışmağa ki, hə burada siz bunu ifadə etməyə çalışmısınız. Yəni budur bizim şirkətin əsas tərəfi. Sadəcə orada mənə maraqlı qaldı ki, o zaman marketinq konsultantının burada üzərinə çox böyük bir yük düşür ki, mən sadəcə nəzəri biliklərimi, praktikamı ortaya qoyub gözəl sözlərlə, möhtəşəm sözlərlə təqdimat hazırlamayım. Sizin dediyinizə gəlsək. İndi yaxşı, belə bir sual verim sizə. Bax, bu marketinq konsultant kim olmalıdır? Ümumiyyətlə, konsultant kim olmalıdır? Tam yaxşı yerində verilən bir sualdır. Konsultant kim olmalıdır? Bunu belə deyək, beynəlxalq praktikada ümumiyyətlə bu sahəyə istiqamət alan professional peşəkar insanlar kimlərdir? Daha çox, ən azından necə ki öz işimizi sevirik, biz də misal üçün bu istiqamətdə fəaliyyətimizi quranda təbii ki, bunun nəzəri tərəflərini də çox araşdırdıq və bu illər boyu araşdırmanın nəticəsidir. Yəni bu belə deyil ki, məsələn, biz də bir fəaliyyət qururuq, konsalting verəcəyik, misal deyim. Hə, birdən ayılırsan ki, görəsən konsultant peşəsi nədir? Oturum bir araşdırım, sabah səhər tezdən özümə belə təqdim eləyim. Bu formada olmur. Yəni bu qədər asan deyil. Yəni dolayısıyla konsultant olmaq üçün müəyyən bir artıq bir yolu görməlisən. Bir baxışın olmalıdır məsələlərə. Çünki fərqli tip konsultantlar olur. O sualınıza gəlsəm, kimdir konsultant, kimlər olur konsultant? Bunlar izləyənlər hər halda ki məlumatlıdır. Fərqli istiqamətlərdə yetişirlər. Birinci istiqamət budur ki, adam karyerasını konsalting şirkətində başlayıb,
demək və həmin konsalting şirkətində məsələn dünyada tanınmış three big deyilən konsalting şirkətləri var. McKinsey-dir məsələn, sonra Boston Consulting Group'dur, sonra Bain Company-dir. Bu kimi böyük üçlük kimi, yəni məşhur şirkətlər, tanınmış şirkətlər, bunlarda işə düzələn insanlar artıq müəyyən bir mərhələlərdən keçirlər. Hətta təlim mərhələsindən də orada keçirlər. Amma praktikanın üzərində qurulmuş təlim nəzərdə tutulur. Burada hansısa bir, belə deyək də, mövzudan kənar təlimdən, yəni praktikadan kənar təlimdən, nəzəri çox təlimdən söhbət getmir. Və onlar öz karyerasını təbii ki, bəlli bir mərhələdən sonra müstəqil konsultant olaraq davam edirlər. Bir istiqamət budur. İkinci istiqamət odur ki, şirkətlərin rəhbərlik səviyyəsində təmsil olunan insanlar olur. Biz buna C-level deyirik, yəni top management. Bax, bu səviyyədə təmsil olunan, bu səviyyədə təcrübə toplayan şəxslər demək, bir müddətdən sonra özləri müstəqil konsultant olaraq çalışa bilirlər. Çünki artıq burada niyə belə bir şey, məsələn, konkret bir sahələri və ya sahəni artıq bilirlər. Eyni zamanda onların qərar vermə sürəti buna imkan verir. El dilində desək, pisi yaxşıdan seçməyə az çox bilirlər nə deyil. Və təbii ki, o səviyyəyə gələn insanlar, bilirsiniz, konsultant üçün də kommunikasiya çox vacib məqamdır. O səviyyəyə gələn insanlarda artıq kommunikasiya, inandırma bacarığı və s. bu şeylərdə irəli getdiklərinə görə ki, o vəzifəni haqq eləyirlər adətən, onlar konsultant ola bilirlər. Yəni, o istiqaməti seçə bilirlər. Üçüncü bir tip insanlar var. Bunlar C-level olmurlar. Amma bunlar, yəni daha doğrusu olmaya bilərlər öz karyerası boyunca. Amma bunlar ən azı bəlli bir sahədə və ya bəlli bir sahələrdə, o da maksimum 2 sahə olar. Çünki uzun müddətli bir ekspertiza lazımdır, təcrübə lazımdır, bəli. Təqribən dəyişir, yəni dəqiq demək düzgün deyil, 10 ilmi, 15 ilmi, 20 ilmi, amma bugün özünüz də bilirsiniz, rəqəmsallaşma dövrüdür. Əvvəl qeyri-rəqəmsal dövrdə əgər bu 10 il, 15 il çəkirsə ekspertiza toplamaq, indi artıq bu daha sürətlənib. Yəni, bir neçə sahədə mütəxəssis olaraq yetişir və ekspert adını artıq üzərinə ala bilir. Yəni, bu analitik də ola bilər, konsultant, mühəndis də konsultant ola bilər, təbii ki, uyğun sahəyə görə. Və marketoloq da konsultant ola bilər, amma ümumən götürəndə profil background-u, belə deyək, biznes və marketing, maliyyə və s. Yəni, biznesə aid məsələlərdə, biznesə aid məsələləri əhatə edən sahələrdə təcrübə toplayan ekspertlərdən söhbət gedir. Bir də bəzən praktikada rastlaşdığımız olub, sahibkarlar, məsələn. Onlar da konsultant olaraq fəaliyyət göstərirlər. Məsələn, bizim bazarda da bundan bağlı en qədər nümunə var və bir neçə adam tanıyıram ki, onlar şirkətlər qrupu sahibidir, amma başqa şirkətlərə də konsultasiya verir və ya şirkət sahibidir, başqa şirkətlərə də və ya hətta idarə heyətində müşavir olaraq təmsil olunurlar. Bəli, var. Siz danışdınız ki, məndə əslində 2 sual yarandı. Biri, sırf maraqlı bir məqama toxundunuz, marketing menecerlərlə bağlı. Birinci, indi mən ümumi konsultasiyadan çıxıb marketing konsultanta dönmək istəyirəm. Bizim əsas mövzumuz o istiqamətdə olacaq. Maraqlı bir məqamı vurğuladınız. Mən belə bir sual vermək istəyirəm. Marketing konsultantla marketing menecerini fərqləndirən nədir? Yəni, hər biri, bir sualım bu olacaq, unutmamaq üçün ikincisini də deyim. İkinci sualım isə bu olacaq ki, ümumiyyətlə marketing konsultantın işi nədir? Həll vermək, məsləhət vermək, strategiya yazmaq. İkinci sualım da bu olacaq. Gəlin, birinci fərqindən danışaq, mənim maraqlıdır. Bizi izləyən varsa, məsəl üçün, deyir ki, mən marketing menecerəm, əslində marketing konsultant ola bilərəm, çünki o sahəm üzrə təcrübəm var, sizin dediyiniz kimi təqdim etmə bacarığım var, analitik qabiliyyətim var və mən konsultant ola bilərəm. Gəlin,
birinci fərqləndirək bunların bacarığı nöqteyi nəzərdən. Ümumiyyətlə, konsultantın mahiyyətinə varsaq, konsultantın üzərinə düşən problemi anlayıb müəyyən eləyə bilmə qabiliyyətidir. Yəni, hər bir marketinq menecerdə problemi kəşf etmə qabiliyyəti olmur. İkinci əsas nüans konsultantda həmin problemi parçalara bölə bilmə qabiliyyətidir. Yəni, bu problemi simptom olaraq hansı tərkib hissələrindən ibarətdir və yaxud da ki, biz buna root cause deyirik, yəni kök səbəbi nədən ibarətdir. Bunu parçalara bölə bilmə qabiliyyəti problemi. Sonra parçalara böləndən sonra problemi onu strukturlu və sistemli şəkildə bayaq qeyd elədiyiniz məqam ki var idi, sahibkar auditi anlaya bilmir. Strukturlu və sistemli şəkildə birləşdirə bilmə qabiliyyəti. Ki, bilirsiniz, məsələn, misal gətirin, bir dağınıq otağa girmişsiniz sanki, amma bu dağınıq otaqda yerləşən əşyalar əslində hansısa bir ümumi mənzərənin tərkib hissələridir. Puzzle kimi. Puzzle kimi, eynən. Yəni, konsultantda bu dağınıq mənzərə, birinci növbədə problemi kəşf eləmək üçün bu detallara bölmə qabiliyyəti olur. Hər bir detala həssas müəyyən bir bacarıqlarla yanaşmalıdır. Ki, onun içinə analitika girir, araşdırma qabiliyyəti girir və s. və ilaxır. Amma eyni zamanda da bu puzzle-ı da elə bir formaya salmağı bacarmalıdır ki, sonuçta bu puzzle-dan o insight deyilən bir şey var da, yəni dərin bir fikir çıxartmaq rahat olsun və mümkün olsun. Digər tərəfdən qeyd elədiyim kimi, konsultant, məsələn, analitika və araşdırma məqamı, nə qədər keyfiyyət və kəmiyyət araşdırmaları və ümumiyyətlə data təhlilini bilir. Konsultantın maliyyə biliklərinin olması şərtdir. Hə. Əslində bir sualım da cavablanmış oldu. Hə. Konsultantın maliyyə biliklərinin olması şərtdir. Əgər bunun işi biznesləndirsə, bilirsiniz, bizim bazarda bəzən mütəxəssislər ancaq marketinqin müəyyən bir sahələrində qalırlar. Marketinqi maliyyə rəqəmlərindən çox vaxt bağlamağı sevmirlər. O zaman belə çıxır ki, yəni siz dediniz maliyyə tərəfini, amma məncə ümumiyyətlə biznesin necə işləməsindən, yəni təkcə orada maliyyə tərəfi deyil də. Çünki əslində bir sualım da o olacaqdı ki, marketinq konsultant təkcə marketinqlə anlayış olmalıdır, yoxsa biznesdən ümumi anlayış olmalıdır? Yəni, maliyyə deyəndə mən əslində funksiya olaraq maliyyəni nəzərdə tutmuram. Maliyyə deyəndə mən konsultant, belə deyim də, pulu saymağı bacarmalıdır. Biraz daha açsaq? Daha açsaq, misal üçün, bilirsiniz, müəyyən bir ifadələr var da, tutaq ki, gəlir itki hesabatını başa düşməlidir. Və yaxud da ki, pul hardan gəlir, hardan gəlir, hara gedir, məsələn, cash flow-nu başa düşməlidir. Stok anlayışı olmalıdır, baxmalıdır, nə qədər məhsul. Qiymət təyin etmə məntiqini başa düşməlidir. Sonra mənfəətliyi çıxara bilmək üçün onun driverlərini başa düşməlidir. Bilirsiniz nə demək istəyirəm? Yəni, mən maliyyə deyəndə, ümumiyyətlə, maliyyə departamenti ya mühasibat şöbəsini nəzərdə tutmuram. Yəni, mən dediyim, biraz belə məcazi mənada pulu saymağı, yəni pulu tapmağı, hərəkətini, saymağına, yerləşdirməyin məntiqini başa düşməlidir. Yəni, bu belə deyil. Bu, təbii ki, bütün sahələrdə, məsələn, bayaq mühəndisliklə bağlı dediyim şeydə bu məsələyə girməyəcək təbii ki. Amma söhbət marketinq konsultantında gedirsə, bir maliyyə savadlığı olmayan mütəxəssis, yəni onun verəcəyi konsultasiya daha çox, belə deyək də, üstü bəzək bir şey olacaq. Bəli. Yəni, sahibkar da əsas məsələnin dəyərini, bağlılığını, bayaq elə yenidən qaydıran bu audit hesabatının anlaşılması məsələsinə, məsələn, orada da sahibkar niyə bəyənmir hesabatları və ya niyə anlamır? Çünki o pulu harada itirir, harada qazanır, onu kəşf eləməyi görmək istəyir. Əgər hesabat aparıb buna çıxartmırsa,
Təbii ki, bu ancaq təqdimat üçün hazırlanan hesabatdır. Ki, bir növ bilirsiniz nəyə bənzəyir? Bir təlim materialına bənzəyəcək ki, bax, mən sənə nəzəriyyəni öyrədirəm. Əslində belə şeylər var. Amma sahibkara bu lazım deyil. Sahibkara lazım olan pul necə qazanılır, hansı istiqamətdə daha çox qazanıla bilər, mən biraz sadə dildə ifadə eləsəm və necə edim ki, ən optimal istiqamətə resursumu yerləşdirim, itkilərim çox olmasın, yəni risk səviyyəsinə düşməyim və yaxud da ki, məsələn, konsultantların özləri də biznesdə bilirsiniz, var strateji istiqamət, var əməliyyat istiqaməti. Konsultantların özləri də bəzi konsultantlar var ki, onlar daha çox strateji konsultantlardır. Bəzi konsultantlar var ki, onlar əməliyyat konsultantlardır, amma hibrid də var. Bunların fərqi nədir? Fərqi ondan ibarətdir ki, məsələn, strateji konsultantlar ancaq strategiyanın ortaya çıxarılmasına daha çox fokuslanırlar. Əməliyyat konsultantları, şirkət daxili əməliyyatları, prosesləri, KPI-ları, performans göstəriciləri dediyimiz məqamları bunlar üzərinə bir, belə deyək, icraya aparan bir sistem qururlar. Amma bir də var hibrid, yəni bu həm strategiya, həm əməliyyat tərəfində iştirak edən konsultantlar da var. Okey, indi növbəti sualıma keçsək. Ki, fərqləndirmək məsələsinə gəlib çıxdım. Yəni, bilmirəm, indi bu qədər izahdan sonra fərqləndirmək rahat olacaq yoxsa. Çünki marketinq menecerləri ya marketinq rəhbərləri faktiki şirkətlərdə çalışan təbii ki, insanlarla gedir ki, hansı ki, mən də bilirsiniz, yəni hardasa bir 14 ilə yaxın şirkətlərdə çalışmışam marketinq rəhbəri olaraq. Bunların daha çox skopu əməliyyat olur. Əslində sualıma əbəs yerə vermədim. Çünki burada belə bir məsələ var. Keçən buraxılışda əslində bu məsələyə toxunduq marketinq auditlə bağlı danışdığımız mövzuda ki, çox zaman şirkətlərə getdiyimizdə elə o marketinq departamentimi, ya şöbəmi, ya əməkdaşımı, o narahat olur ki, mən də eyni işi görürəm şirkət tərəfindən, amma sahibkar deyir ki, yaxşı, bunlar belə təkliflə gəlib, sən bunu eləyə bilmirsənmi və yaxud da ki, orada bir şübhə yaranır. Ona görə sualı verdim ki, və bunları fərqləndirən nədir? Elə məncə o əməliyyat yükü sözü kifayət qədər ətraflı açır ki, marketinq menecerin öhdəlikləri artıq başqa cür olur, fokusu başqa yönə olur. Ya o gərək uzun müddət kampaniyalara baxmasın, yaradıcı tərəfinə baxmasın, komandanın idarəsinə baxmasın ki, desin ki, burada avtomat gedir sistem, amma mən bu tərəfinə məşğul olmalıyım. Bu da ki, 5-10 günün söhbəti deyil. Yəni, lap komanda ilə işləsələr bəlkə daha sürətli bir şey əldə edə bilərlər, amma bunun siz dediyiniz kimi də bu gəlirinə, mənfəətinə, xərcinə, harda ilişdi, fürsətlər hardadır, bariyerlər nədir, nələrdir, hamısına baxdığı zaman, o zaman mənzərə görsənir. Yəni, burada sahibkarların əslində marketinq menecerdən və yaxud da marketinq menecerlərinin narahat olmalı məqamı yoxdur ki, gəlsə qapımı döysələr ki, biz bu xidməti veririk və sahibkar gəlib desə ki, belə bir xidmət almaq istəyirəm. Çox gözəl. Əksinə açıq olmalıdır ki, mən də baxım görüm, daha fürsətlər daha harda var. Nə lazımsa o komanda ilə bir çalışım. Gəlin nümunə olaraq reallığa baxaq. Misal olaraq, bu dəqiqə izləyən marketinq rəhbərləri varsa, hər halda ki, dediyimi təsdiq edərlər. Marketinq niyə əməliyyat fokuslu niyə bu ifadəni işlədirəm? Əslində bu yanlış anlaşılmamalıdır. Yəni bu o demək deyil ki, marketinq rəhbəri strateji düşünə bilməz və yaxud da ki, marketinq rəhbəri hansısa bir qəpi açmaqda çətinlik çəkər. Mən də onu demək istəmirəm. Dediyimiz odur ki, sizdə deməli bir nömrəli prioritet əməliyyatların icra edilməsidir. Məsələn, gəlin fərz edək, elə nümunə olaraq onu gətirmək istəyirəm. Bilirsiniz, şirkətlərdə hər gün marketinq rəhbərlərinin həm istər heyəti idarə etmə nöqteyi nəzərdən, eyni zamanda KPI-ləri izləmə nöqteyi nəzərdən, eyni zamanda sürətli qərar vermə nöqteyi nəzərdən, eyni zamanda da əməliyyatları koordinasiya ilə etmək nöqteyi nəzərdən kifayət qədər böyük yük olur. Yəni, biz bu günümüzdə də bilirik ki, bir çox şirkətlərimiz marketinq heyətini olmalı sayda formalaşdıra bilmir. Yox, yəni burada təbii ki, indi xərc məsələləri var,
prioritet məsələlər var və s. O məqamlara girmirəm. Yəni bu nə deməkdir? Məsələn, bir direktor və ya bir marketinq şöbə müdürü götürür, şirkətin çapından asılı olaraq, prioritetdən asılı olaraq, yəni bəlli bir sayda bir neçə işi bir adamın görməsi mənzərəsi ortaya çıxır. Belə olduğu halda real olaraq sual verək. Əgər sənin bütün saatın, bütün vaxtın, bütün günün bu əməliyyatları saydığın məqamlar üzrə idarə etməyə gedirsə, ki, hətta ki, bəzən özünüz də görürsünüz, məsələn, mütəxəssislər şikayətlənir ki, yəni gözümü açmağa vaxtım yoxdur. Bəli. Hansı araya salıb sən problemlərin kök səbəblərini araşdırasan, hansı araya salıb sən bu problemlərin çözüm həllərini, strategiyalarını hazırlayasan, hansı araya salıb hesab-kitab eləyəsən, nə hardan, necə gələcək, necə gedəcək, hansı araya salıb və s. və l-axır. Yəni, real olaraq bu, bəli, ego deyir ki, edərəm, amma eyni zamanda şirkət rəhbəri də prioritet əməliyyat qoyduğuna görə marketinq rəhbərindən belə bir performans gözləmir. Ki, gəlin, düzdür, biz baxırıq vakansiyalara, orada yazır ki, marketinq strategiyamızın hazırlanması. Doğrudan, hə, ona da gərək bir mövzu ayıraq, həqiqətən. Vakansiyada tələbi yazarkən, bilirsiniz, bunu ya ChatGPT-dən götürüb nə tələb etməliyəm əgər marketinq rəhbəri götürürəmsə. ChatGPT olmadan əvvəl də var idi. Var idi, təbii ki, yəni ChatGPT-dən və Google-da axtarırdılar da. Yəni, yox, demək istəyirəm, amma Google özündən yazmırdı kimisə strategiya yazsın. Demək istədiyim nədir? Yəni, bunu internet resurslarından araşdırıb da mən marketinq rəhbəri, marketinq mütəxəssisi götürəcəm, onun vəzifə öhdəlikləri nə olmalıdır sualı vermək çox yanlış bir şeydir. Çünki hər bir şirkətin özünün bir spesifik olduğu şərtlər, olduğu mühit, olduğu bir vəziyyət və ya əlində olan və ya olmayan bir vizyon, strategiya və s. və l-axır. Bu şeylər var. Yəni, bu şeylər nəzərə alınmadan sadəcə internetdən orta statistik vəzifə öhdəliklərini çıxardıb da anons etmək özü yanlış bir şeydir. Çünki bugün mənim dediyim şeyi neçə şirkətlər sorğulasın özünə. Həm HR-ları, həm marketinq rəhbərləri hansı ki işə düzəliblər. Başda yazır ki, marketinq strategiyasının hazırlanması. Allah xətrinə hazırlatdırmısınız bunu. Real olaraq siz bu vəzifə öhdəliyini qoyub icra elətdirmişsinizmi bunu? Mən bunu hamıya aid etmirəm, təbii ki. Amma çox əksəriyyət, böyük əksəriyyət bunu anons xətrinə eləyir. Ki, hə, belə bir şey. Bir də ki, əvvəlki buraxılışlarımızda biz çox danışmışıq. Mən indi bir mövzunu qoyub başqasına keçmək istəmirəm. Təəssüf ki, hələ indiyə qədər bir çox şirkətlər strategiya nədir, onu tam çözə bilmir. Yəni, ona görə də əməliyyat yükü şirkətdə, top menecmentdə daha çox həmin o funksiya qarşısında bir prioritet olduğuna görə sən hətta bir marketinq rəhbəri olaraq deyək ki, bu əməliyyat yükünü əl ala bilmirsən və təşəbbüs göstərsən ki, müəllim, gəlin bir strategiya da bir heç olmasa daxili özümüz hazırlaya bilək, nəsə eləyək ki, baxa görə hara gedirik, necə gedirik və problemimizi çözə bilək və ya başqa bir şey. Elə olan halda risk qarşısına bəzən onu təşəbbüsü göstərənlər özün qoymaq istəmir. Bəzən də rəhbərlik düşünür ki, misal, bunun başı qarışacaq nəyisə araşdırmağa, nəsə hazırlamağa filan. Görəsən TikTokda filan şey filan vaxtda paylaşılacaqmı? Bildiniz nə demək istəyirəm? Sizdən yaxşı olmasın, çox yaxın bir dostlarımdan biri, çox yaxşı şirkətlərdən birində çalışırdı. Eyni şəkildə o da o təşəbbüslə getmişdi rəhbərliyə ki, mən idarə edirəm buradakı əməliyyatı və hər şeydə qaydasında gedir, amma bizə bir strategiya lazımdır. Elə o da eyni cavab almışdı ki, əsas odur sosial mediada aktivliyimiz qalsın, narahat olma. Təbii cavabdır, əlbəttə ki, təbii cavabdır. Çünki burada sahibkarın biznes duyumu ola bilər, amma o strategiyanın vacibliyinin anlaması çox önəmlidir ki, axı bu niyə? Qoy bir 3 nəfər deyib də bunu, görüm axı bu nədir? Niyə vacibdir? Bir araşdırma tərəfi, təşəbbüskarlığı da çox önəmlidir. O situasiyaya görə Şəbnəm, vacibliyi anlamaq əslində sahibkar vacibliyini çox yaxşı bilir. Sadəcə mən özüm də indi bir kiçik sahibkaram.
Müəllim, yox. İndi gəlin, burada fərqlidir. Özümlə müqayisə eləmirəm də, Hə. hələ tələsməyin. Yaxşı. Mən özüm də kiçik bir sahibkaram və fərqli sahibkarlarla görüşürük, düzdürmü? Bəli. Onların deyir, əgər müştərini yaxşı anlamaq istəyirsənsə, həmişə özünü onun yerinə qoy. Təbii. Onların yerinə özünü qoyanda sən görürsən ki, reallıqda sən özün də bəzən yaşayırsan bu şeyləri. Hər sabah üçün, hər növbəti ay üçün, hər növbəti 3 ay üçün biznes rəhbəri ələ toxuna bilən real nəticələr gözləyir. Anlayıram. Amma bu o demək deyil ki, strategiya bu nəticələri vermir və ya uzun müddətli bir şeydir. Xeyr. Bu o deməkdir ki, elə bir məqam, bir ifadə var idi, təcrübəmdə çox bəyəndiyim ifadədir. Məşhur bir şirkətin rəhbəri bu ifadəni mənə demişdi. Bir sual verdim ki, axı bu biznesdə filan şeyin məqamı çatıb. Bəli. Niyə bu biznes əlində olan bu resursu istifadə eləmir? Yox, çox gözəl bir ifadə işlədi ki, gərək biznes özü ona hazır olsun. Bu məsələ mənə biraz qaranlıq qalır, açığını desəm. Siz keçən dəfə də əslində bu məsələni deyəndə mənə yenə də qaranlıq qalırdı ki, biznesin hazır olma məqamı var. Deyirsiniz ki, gərək biznes özü buna hazır olsun və yaxud da sahibkarın verdiyi qərar məsələsi. Axı biz hər zaman vurğulayırıq ki, strategiya yol xəritəsidir, biznesin gedəcəyi yolu göstərmədir və keçən dəfə də biz onu auditdə də danışdıq ki, biznes çox vaxt o məcazi olaraq desək, ölüm ayağında olanda gəlir qapını döyür ki, ayaman kömək eləyin, mən yolda qalmışam, gedə bilmirəm də. Bəs o necə ola bilər ki, onda belə çıxır ki, çox incə bir, nazik bir sərhəd var orada ki, o sərhədə qədər gəldi, buradan sonrasının fərqinə varmalıdır sahibkar ki, hə, indi bundan sonra mənə yol bir xəritəsi lazımdır. Yox, bunun fərqinə varsa, o zaman niyə razı olmur? Niyə onun bizə elə yansınır ki, rəhbər bunun mənasını çox başa düşmür? Belə bir maraqlı bir dilemadayım. Bildim niyə deyirsiniz bunu. Biznes özü ona hazır olsun, bilirsiniz nə deməkdir? Yəni, bütün hər şeyi həll eləyək, filan eləyək, ondan sonra baxarıq demək deyil. Mindset olaraq, yəni düşünmə tərzi olaraq. Misal deyim sizə, tutaq ki, həmən deyim ki, sizə, siz skuterlə çəkilişə gəlməlisiniz. Bir dəfə, 2 dəfə tövsiyəmi dinləyərsiniz, sonra deyərsiniz ki, elə öz yolumdan gedirəm, davam edirəm. Misal üçün də. Amma sizin təbii olaraq mühitin təsirləri altında uyğun qənaətə gəlməyiniz sizi daha uzun müddətli o istiqamətə çəkəcək. Biznesdə də belə bir şeydir. Yəni, misal, tutaq ki, həmən deyim ki, marketinq rəhbərinə və yaxud da ki, sahibkar zaten o ifadanı niyə işlətdi? Yəni, mənim diktəmlə hər şey olmamalıdır. Gərək biznes özü hazır olsun, düşünmə nöqteyi nəzərdən, yanaşma nöqteyi nəzərdən. Biznes dediyim, orada oturan insanlardan söhbət gedir təbii ki, hər bir funksiyadan söhbət gedir ki, bugünə qədər biz xaotik gedirik, bunun bəlasını çəkirik. Fikrimi çatdıra bildim. Hazır olma məqamı nə vaxtdır? Hazır olma məqamı başdaşa dəyəndə. Elə buna işləyə istəyirdim. Onda odur da, belə çıxır ki, yenə də eyni şeyə gəlib çıxırıq ki, yenə də gəlir çətin vəziyyətdə çatanda strategiya. Axı indi burada da belə bir şey var. Nəyə görə deyirəm? O axı sözlərini qururam ard-arda. Yəni sahibkar anlamalıdır ki, əgər tutaq ki, deyirəm, bugün 10 manatını qazanırsa, sabah bu düşəcəkdir də 6 manata düşə bilər, yolunda getmirsə. Və o 6 manata düşəndə hələ də tərəddüd edirsə ki, yox, mənim biznesim hələ o şeyə çatmayıb, gedir də biraz qaldıraram bunu 7 manata, 8 manata. Və sabah görür ki, yenə də düşür 5 manata. O gəlib qapını deyir ki, tez olun, mən 10 manat qazanmalıydım, indi düşüb 5-ə. Hə, indi bunu təzədən ona qaldırmaq da çətindir axı, düzdür? Siz niyə başdaşa dəyməyi ancaq biznesin batmağı ilə əlaqələndirdiniz? Yox, tək ondan əlaqələndirmirəm. Ümumi olaraq misal, biznesin şeyi qoyaq qırağa. Yəni, başdaşa dəyəndə rəqib məni üstələmək də ola bilər. Elə bu da odur da, müəllim. Başdaşa dəyəndə, təbii ki, bazar payı itirməkdir. Başdaşa dəyəndə, misal üçün, heyət məni qoyub getməməkdir.
məsələsi də ola bilər. Yenə də hamısı ona gəlib və çıxarır. və yəni hamısı gətirir hardasa bəli razıyamsa ki, müəyyən bir söhbət tək birbaşa pul ekvivalenti olmasa da, amma mahiyyətində müəyyən tutaq ki, komanda gedir. Eynən, tutaq ki, komanda gedir. Bəli, bugün o 10 manat komandanın gedişi ilə bugün 9-a düşməyəcək, 8-ə düşməyəcək. Amma bu özü bir alarmdır ki, oyan. Yəni axı o da bir çətin bir vəziyyətdir. İndi əks məntiqlə düşünək Şəbnəm. Demək ki, görəsən və ya əcəba bizdə rəqabət mi o qədər tətikləmir biznesləri? Qəşəng. Biz nə demək istəyirəm? Yəni bəlkə də ona görə. Yəni bəlkə rəqabət o qədər tətikləmir. Bəlkə komfort zona da olur bəzi bizneslər. Bəlkə başqa bir səbəblər olur. Çünki məsələn xaricdə bilirsinizmi, tez-tez biz bəzi keysləri keyslərlə bağlı həm benchmarkları araşdıranda və yaxud da ki, elə bizim İstanbul ofisi ilə xarici bazarlarda olan keyslərə baxanda biz orada nəyin şahidi oluruq? Yəni bazarın strukturu diktə edir sənə ki, strategiyasız gəlmə. Bildiniz nə demək istəyirəm? Yəni hazırlıqlı gəl. Oradakı oyunçuların əlləri, alətləri güclü olmalıdır ki, o bazarda sağ qala bilsinlər. Yəni hər şeyi də belə deyim də fərdin üzərinə qoymaq olmur. Hər şeyi də hansısa bir konkret biznesin üzərinə qoymur. Bəzən onu demək istəyirəm ki, bir çox hallarda təbii ki, o danışdığımız bir məqam var marketinqdə, qlobal faktor dediyimiz böyük faktorlar, bazarın strukturu onu o vəziyyətdə göstərir. Yəni bayaqki ifadəni biraz dəyişsəm, biznes özü ona hazır olmalıdır fikrindən də ziyadə bazarın strukturu bunu tələb məcbur tətkikləməlidir. Fikrimi çatdıra bildim. Yəni mövcud vəziyyət artıq səni çağırmalıdır ki, sən buna gəl. Yəni bu belə deyək də bazar biznesə təsir eləyir, bazar sahəyə təsir eləyir. Bəli. Ölkə bazarı. Konkret sonra sektor sahəyə təsir edir, sahə isə konkret biznesə, şirkətə təsir edir və ümumiyyətlə o sahədə olan oyunculara təsir edir. Yəni buna bir qıf məntiqi ilə baxsaq, yəni bugün oyuncuların əlində hansısa bir formada, hansısa alətlərlə bağlı fikir formalaşmayıbsa, yəni bunların vacibliyi və s. demək ki, sahəyə baxmaq lazımdır. Sahədən də yuxarı bazara baxmaq lazımdır. Maraqlı məqamdır. Əslində çox düşündürücü bir məqam oldu mənim üçün də. Yəni bir lampanı yandırmış oldum ki, bu da var. İndi burada düzdür siz dediyiniz kimi empati məsələsini qururuq. Başa düşməyə çalışırıq ki, sahibkarın öhdəlikləri, vəzifələri, məsuliyyəti fərqlidir. Və o da əlbəttə ki, haqlı olaraq qısa müddətli bir nəticələr əldə edən həllər görmək istəyir. İndi növbəti sualımı bunun üzərinə çox dayanmaq istəmirəm, çünki istəyirəm artıq keçəcək digər mövzumuza. Marketinq konsultantın profili necə olmalıdır? Bax, kim ola bilər bu insan? Marketinq konsultantın belə deyək də, dünyada xüsusi bir standart qarşıma çıxmayıb ki, belə bir standart var, belə mütləq olmalıdır, yox. Amma ən azından bu sayədə mütaliəmizi və praktikamızı, gördüklərimizi nəzərə alsaq, mütləq şəkildə onu izah etməmişdən qabaq mütləq qeyd eləməliyəm ki, konsultant şirkət daxili də ola bilir, şirkət xarici də ola bilir. Bəli. Yəni elə şirkətlər var ki, konsultantı daxildə də saxlayırlar. Əvvəldə də dediniz, bəli, idarə heyəti səviyyəsinə qədər dəvət edirlər və o qalır orada, bəli. Eynən. Bəzən də olur ki, şirkət daxilindən kimsə təyin olunur, müşavir olaraq davam edir həmin şirkətdə. Artıq prosesdən qopur, kənar baxış olaraq şirkət daxili konsultant kimi davam edə bilir. Bu daha uğurlu olma ehtimalı yüksək deyilmi sizcə? Məncə elə bilirəm o işin içindədirsə və həmin insanı sırf bunun üçün ayırırlarsa. Onun avantajları da var, dezavantajları da var Şəbnəm. Niyə? Çünki avantajı təbii ki, həmin şirkətin bütün A-sından Z-inə, tarixindən, rəqəmindən, bütün hər bir şeydən xəbəri var və o biznesin qurulmasında iştirak payı var və s. və ilaxır. Amma dezavantajı da budur ki, bir maraqlar konflikti məqamı da ortaya çıxır. Yəni, düşünün ki, siz şirkətin hansısa bir sahəsinə illərlə məsul şəxs olmuşsunuz və ya hətta belə deyərdim, top rəhbərlikdə təmsil olmuşsunuz, bir neçə şirkətin, bir neçə sahəsi kurasiya eləmişsiniz
Yox. Və günü bir günü şirkət rəhbəri deyir ki, sizi kənar baxışınız lazımdır mənə. Ona görə mən sizi qopardıram bütün prosesdən. İstəyirəm kənar baxış olaraq davam eləyəsiniz bir konsultant olaraq. Və burada nə baş verir? Sizin illərlə qurduğunuz bir koordinasiya elədiyiniz sahələrdə hər hansı bir formada düzgün etmədiyiniz bir şeylər varsa, bunlara göz yumma ehtimalınız yüksək olur. Hə, başa düşdü. Ona görə də burada maraqlar konflikti bu vəziyyətin disavantajıdır. İndi gəlirəm sizin o dediyiniz məqama, profil məsələsinə. Yəni, əslində bunun formulu elə də mürəkkəb deyil. Birinci növbədə strukturlu düşünmə bacarığı olmalıdır. Bayaq qeyd elədiyim kimi detallar, problemlər və s. və ilaxır. İkinci növbədə araşdırma və təhlil bacarığı olmalıdır adamın. Üçüncü növbədə hipotezləri qura bilməlidir. Hipotez qura bilməlidir və bu hipotezləri analiz edə bilməlidir adam, marketinq mütəxəssisi. Və təbii ki, əldə elədiyi təsbitləri strategiyaya çevirə bilməlidir. Yəni, bir istiqamət, bir tövsiyə və ən azı bir tövsiyə səviyyəsinə keçirə bilməlidir. Amma bu tövsiyələrdə sözü qulağa xoş gələn bir şey olmamalıdır ki, hə, mən tövsiyələrim gör necə səslənir və yaxud da, nə bilim, böyük bir siyahı tövsiyə verdim, mən bu şeylə bağlı, yox. Tövsiyənin faydası onun, biz ona impact ratio deyirik, təsir əmsalında ortaya çıxır. Təsir deyəndə icra əmsalında. Həm təsir, həm icra əmsalında. Yəni, məsələn, mən tövsiyə vermişəm ki, siz A üstə gəlib B etsəniz, çıx Z etsəniz, sizdə filan KPI X-dan Y-a doğru dəyişəcək. Düzdürmü? Birinci növbədə sizin verdiyiniz tövsiyə nə qədər icra edilə biləndir, məqamıdır şirkətin hazırki vəziyyətində. İkinci növbədə siz bunun icrasına nəzarət eləyə bilirsinizmi? Yəni, gətirib həmin qoyduğunuz nöqtəyə bu məsələni çatdıra bilirsinizmi? Yəni, burada həm təsir məqamı var, icra nöqteyi nəzərdən, eyni zamanda onun ümumiyyətlə həyata keçirilməsi imkanı var verdiyin tövsiyənin. Çünki bütün verilən tövsiyələr də həyata keçəcək deyə bir şey olmur çox vaxt. Bu səbəblər fərqli ola bilir. Elə səbəblər olur ki, şirkət əvvəldən həmin məqamın üstünə yükümlənir. Deyir ki, misal üçün, mən bunu eləyə bilərəm, eləyəcəm də. Bu tövsiyələr, yəni mənim resurslarım var bunun üçün. Ki, əvvəldə zaten resurslarla tanış olursunuz, ona uyğun tövsiyə verirsiniz və o imkanları ortaya qoyduğuna görə o tövsiyələr də onun əsasında çıxır. Amma sonra bu tövsiyələr həyata keçmir. Keçmir, daxili komanda icra etmədi-mi, keçmədi. Şirkət sahibi prioritetimi dəyişdi, keçmədi. Nə bilim, başqa bir səbəblər. Kimi çatıra bildim. Ona görə marketinq konsultantı o verdiyi tövsiyələrin icra reallığını mütləq nəzərə almalıdır. Yəni, belə götürəndə saysız hesabsız tövsiyə vermək olar. Yarısı yerdən, yarısı kosmosdan. Bu şey deyil. Yəni, parametre olaraq bunu demək istəyirəm. Və son sualımı vermək istəyirəm ki, biraz sizdən qısa cavab alım, artıq biz bu buraxılışımızı yekunlaşdıraq. Konsultantın işi harda bitir? Oy, gözləmədiyim bir sualdır. Gəlin onu biraz daha açım, sizdə də bir fikir formalaşmış olsun. Qalsın, problem deyil, təbii ki. Bir dənə, bayaqki cavaba bir dənə də unutduğum bir şeyi əlavə edirəm. Bir də konsultasiya nəzəri qalmağı sevmir. Aha. Yəni, bəzən biz görürük bazarda ki, misal üçün, 3-5 kitab mütaliə eləyir insan. Bu təbii hisslər də əslində insan həvəsə gəlir, nəsə eləməyə çalışır. Ya 2-3 təlim keçəndən sonra düşünür ki, bunu mən də eləyə bilərəm. Amma konsultanta illərlə təcrübədən keçmiş eksperimentlər lazımdır. Çünki konsultantı cilalayan budur. Fikrimi çatıra bilirəm. Yəni biznes sahibinə nəzəriyyə yox, təcrübə daha çox lazımdır da ki, bu sahədə nə qədər təcrübən olub. Təbii ki, birləşməlidir. Nəzəriyyə yox deyərkən sıfırdan yox. Bir yerdə lazım. Mən o mənada ümumiyyətlə yox, lacib deyil. Mən belə deyərdim sizə, akademik və nəzəri tərəfi olmayan, ancaq praktika üzərində
qurulan konsultant, hətta praktika üzərində formalaşan insanlardan hətta bu sahədə qaçırlar. Kimi çatıra bilirəm. Çünki onların bir tabuları formalaşır, çərçivələri formalaşır və standartdan kənara çıxa bilmir. Yəni, bu adamların baxış bucağı geniş olmur çox vaxt. İndi gəldik sonuncu suala, bir də təkrar edə bilərsiniz. Marketing konsultantın işi harda bitir? Vüsal, qocalırıq, ay Vüsal. Yadımızdan çıxır. Yox, mənim iki buraxılış gələcək daha, sizdə o qədər fikirləşin. Marketing konsultantın işi harda bitir? Bəli. Marketing konsultantın işi o heç vaxt bitmir. Çünki bu dönən prosesdir. Lap konkretləşdirsən, bir şirkətlə işləyirsə, çalışırsa, xidmətləri var da bu adamın təqdim etdiyi xidmət. O xidmət harda bitir? İş icraya başlayanda, yoxsa nəticəni görməyə başlayanda? Baxın, məsələn, bayaq qeyd elədim ki, strateji konsultant, strategiyanı verən tərəf və yaxud da hibrid verən, hamısını verən bir komanda olur. Bu strategiyanın verilməsi, məsələn, əslində bu formatı ortaya çıxardan McKinsey olub şirkəti. 1900 səhv eləmirəmsə 26-cı ildə onlar mühasibat, maliyyə konsultasiyası ilə başlayıblar. Sonra təbii ki, alətləri, sistemi falan ortaya çıxandan sonra gətirib bir belə deyək də yanaşma da ortaya çıxarıldı. Öndə sənə hazır implementable dediyimiz, yəni tətbiq oluna bilən bir şey veririk, strategiya deyək, düzdürmü? Ondan sonra buna nəzarət edirik və change management dediyimiz şey var, bildiyiniz, yəni dəyişikliklərin idarə edilməsi. Strategiyanın verilməsi, onun həyata keçirilməsinə nəzarət, supervision dediyimiz və onun içində dəyişikliklərin idarə edilməsi, hərəsi fərqli məqamlardır. Yəni, dolayısıyla konsultantın işi strategiyanla da bitə bilər. Konsultantın işi icraya nəzarətlə də bitə bilər. Konsultantın işi icranın içində dəyişikliklərin idarə edilməsi ilə də davam edə bilər. Əla, məncə yekunlaşdıraq artıq. Çünki bu mövzu ətrafında danışdıq, əslində çox danışa bilərik, uzun danışa bilərik, amma biraz qısa tutmağa çalışacağam ki, izləyənlər də çox olsunlar. Maraqlı bir mövzu oldu, maraqlı bir müzakirə oldu. Mənim üçün də maraqlı məqamlar oldu, qeydləri apardım özüm üçün. Yəni təxmin olaraq. Amma bir haşiyyə çıxmaq istəyirəm lütfən. Uzun illərdir bizim bazarda çox təcrübəli, öz sahəsində təbii ki, çox təcrübəli insanlar var. Onlar konsultasiyalar verirlər. Məndən təcrübəsi yuxarı olan, yaşı məndən yuxarı olan, istər burada, istər indi Türkiyədə təbii ki, bizi də izləyən yoldaşları var. Onların qarşısında söz demək mənə düşməz. Yəni, bu mövzunu müzakirə elədik də, amma onların qarşısında söz demək mənə düşməz. Ona görə heç ortalığa çıxmayıb. Estağfurullah. O da gəlmə heç ortalıqda olmayıb. Nacizanə üzr istəyirəm. Yəni, elə bir müəllimlər var ki, onların qarşısında bu mövzunu açmaq. Razıyam, amma o başqa bir mövzudur. Mən də sizlə razıyam, amma bəzən biz burada öz yaşadığımız təcrübələrimizdən və ümumi biliklərimizdən danışırıq. Təbii ki, sizdən, sizin adınızdan deyirəm. Ona görə də düşünürəm ki, belə ona qalsa, onda gərək heç kim belə tipli verilişlər aparmaya, heç kim heç yerdə çıxış etməyə. Mən özümü şəxsən bu sahənin pioneri sayıram. Yəni, təbii ki, mən özümü, siz piyonirsanız, mən heç yoxam bu sayədə. Mən hələ bu sayəyə qədəm qoymamışam. Təcrübəciyəm, əslində. Müəllim, biraz da aşağı düşsün, mən də aşağı düşürəm, elə deyil. Siz onu aşağı saldıqca, mən biraz daha aşağı düşürəm. Çox sağ olun, təşəkkür edirəm. Maraqlı müzakirə oldu. Bəli, Oba Marketlər şəbəkəsinə bu buraxılışımızı dəstək göstərdiyinə görə və bu buraxılış ərsəyə gətirdiyimizə görə təşəkkür edirik. Qeyd edeyim ki, Oba Marketlər şəbəkəsində mütəmadi olaraq kampaniyalar olur, yeniliklər olur. Mən onların hər biri haqqında burada ayrı-ayrı məlumat vermirəm, çünki artıq onların mobil tətbiqi var və bu mobil tətbiq vasitəsilə siz kampaniyalardan, endirimlərdən xəbərdar ola bilərsiniz. Olur, hansı günlər ki, mənim də tez-tez bildirişlər gəlir, məlumatım var. Hansısa konkret məhsullara maraqlı endirimlər eləyirlər, festivallar eləyirlər və Allah şükür də deyir, hər yerdə elimizdə obamızda var, qonşuluqda hər yerdə var və o kampaniyadan xəbərdar ola
olan kimi dərhal gedib əldə edə bilərsiniz məhsulları. Bizə də Aləmşah çayını və hər gün sularını göndərdiklərinə görə təşəkkür edirəm. Maraqlı söhbət oldu. Növbəti buraxılışda da onların dəstəyi ilə ərsəyə gətirəcəyik. Siz də dəstək göstərə bilərsiniz. Necə? Sizdən istədiyimiz sadəcə olaraq izlədikdən sonra bəyənməyiniz, şərh yazmağınız və paylaşmağınızdır. Və müəllim, burada yekunlaşdıraq, keçək biz növbəti mövzumuza. Siz isə gözləyin, maraqlı mövzumuz olacaq, növbəti buraxılışımız da maraqlı olacaq. Odur ki, səbirsizliklə sizlə yenidən görüşməyi gözləyirəm. Hələlik. Sağ olun.